Aşpa prezidentinin İlham Əliyevə diktator deməsi Azərbaycanı qəzəbləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi onu və Assambleyanın daha 76 üzvünü qara siyahıya salıb. Aşpa prezidenti Teodoros Rusopulos Alfa News nəşrinə müsahibəsində Azərbaycanda insan haqlarına hörmət edilmədiyini söyləmiş və İlham Əliyevin quruma hörmətsiz davrandığını bildirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu addımı siyasi mədəniyyətsizlik kimi şərh edib. Stat: Aşpada Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər Aşpa üzvləri kimi Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib. Rusopulos Azərbaycana soxularsa rədd ediləcəkdir. Statın sonu. Aprelin 9-da Ada Universitetində keçirilən Yeni Dünya Nizamına Doğru adlı forumda Prezident İlham Əliyev demişdi ki, Aşpa özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəlib. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səs vermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik. Teodoros Rusopulos isə bu çıxışı tamamilə yalan adlandırıb və Azərbaycan tərəfinin 2 ildir qanunun aliliyinə, insan hüquqlarına hörmət etməkdən imtina etdiyini, Avropa Şurasının tələblərinə hörmət etmədiyini deyib. Bununla yanaşı İlham Əliyev Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının da tanınmayacağını bildirmişdi. Aşpa prezidenti isə buna cavab olaraq heç kim Avropa Şurasını şantaj edə bilməz. Avropa Şurası belə bəyanatlardan qorxmur deyib.